Salam 8 mart 2026-cı ildə oxul kurslarında keçirilən buraxılış imtahanı 5 riyaziyyat suallarının 9-cu siniflər üçün nəzərdə tutulmuş riyaziyyat suallarının izahına baxaq. Birinci sualımız deməli tənliyi həll etməliyik. Verilən tənliyin əvvəlcə hər tərəfini 6-ya bölsək alınar x kvadrat üstəgəl 5x bərabərdir 0. X-i mötərizə xaricinə çıxarsaq x plus 5 bərabər 0 alınır. Bu natamam kvadrat tənliyidir. Birinci ifadəndə vuruğu da 0-a bərabər edirik. İkinci vuruğu da 0-a bərabər edirik. Və buradan 2 kök tapılır. 0, -5 Y variantı. Növbəti. Uyğun tərəfləri paralel olan iki bucağın fərqi 20 dərəcədir. Biz bilirik ki, yəni biri x olsa, o biri x plus 20 dərəcədə. 2 dənə bucaqdan söhbət gedir. Tənliklər sistemlə də həll edə bilərik. Uyğun tərəfləri paralel olan bucaqların cəmi 180 dərəcədir. Bu iki bucağı biz toplasaq, alınar 2x üstəgəl 20 dərəcə bərabərdir 180 dərəcəyə. 2x bərabərdir 160 dərəcə. X-i tapırıq 80 dərəcə. Deməli, bizim birinci bucağımız 80 dərəcəymiş. İkincisi 80 üstə 20, 100 dərəcəymiş. Böyük bucağı soruşduğu üçün cavab A variantı. Məhsuldarlıq 20 sentnerdən 35 sentner artırılıb 35 sentner oldu. Məhsuldarlıq neçə faiz artdı? İlk 20 sentner 100%dir. 20 sentnerdən 30 sentnerə qədər 15 sentner artma olub. Həmin artmanın faizini soruşur bizdən. Doğru cavabımız 20 ilə 100 geçir, ixtisar 5 qalar. 5 15-in 75%. Radiusu 9 olan çevrənin 120 dərəcəli mərkəzi bucağına uyğun qövsünün uzunluğu. Qövsün uzunluq düsturu pi r alfa bölünsün 180. Radiusumuz verilib 9. Mərkəzi bucağımız 120 dərəcə bölünsün 180 dərəcə. Burada 180 ilə 9 ixtisar gedir, qalır 20. 120-ni də 20-yə böləndə qalır 6 pi santimetr. Növbəti, birinci verilən tənlikdən biz x-i 3 tapırıq, 9-u 3-ə bölsək 3 və ikinci tənlikdə x-in yerinə 3 yazsaq, 3 üstəgəl y bərabərdir 14, y-i biz 11 tapırıq. Y də var, x da var, y çıx x-i soruşur, 11-dən 3 çıxanda doğru cavab 8. 36. Düzgün çoxbucaqlının bir daxili bucağı 150 dərəcədir. Düzgün çoxbucaqlının bir daxili bucağı 180 vurulsun, n çıxılsın 2. Bölünsün n düsturu ilə tapılır. Bir daxili bucağı. Burada 180 ilə 150-ni 30-a ixtisar aparsaq, burada 6 qalar, burada 5 qalar və çarpaz vuraq. 6-nı mötərizənin içinə vursaq 6n çıxılsın 12, 5-i də çarpaz n-ə vursaq 5n. N-ləri bir tərəfə atsaq, alınar n bərabər 12. Deməli, bu 12 bucaqlıymış və bir təpədən çıxan diagonalların sayını soruşur. Bir təpədən çıxan diagonalların sayı n-3 ilə tapılır. Yəni 9-dur doğru cavabımız. Növbəti sual. Birinci vuruqda, birinci vurmada, birinci hasildə biz 3,3-də 1 düzgün olmayan kəsilə çevirsək 3-də 10 alınır. Vurulsun 10-da 9. Daha doğrusu. Burada bərabər qoyaq, ev yox. Onlar ixtisar getdi 9-u 3-ə böləndə 3. İkincisi, növbəti bölmədə kəsirləri düzgün olmayan kəsilə çevirsək 4-də 25. İkinci kəsirimiz 2-də 25 olur. Kəsirlərin bölünməsində birinci kəsir, ikinci kəsirin tərsinə vurulur. Bu da olur 4-də 2, yəni 2-də 1, o da 0,5-dir. Bizim birinci hissəmizin cavabı 3, çıxılsın 0,5, yəni 2,5. B variantı. ABC 3 bucağında DAB bucağın bizdən soruşur bu x-i. Biz bu içəridəki 3 bucağa fikir versək, qaydamız var idi. 3 bucağın 2 daxili bucağının cəmi onlara qonşu olmayan xarici bucağa bərabərdir. Ona buradan x-i biz 10 dərəcə tapırıq. Sonra burada 8 və 16-nı ixtisar aparsaq, belə deyək, qalar -5-in kvadratı, o da bizə verir 25. B variantı. K-nın hansı qiymətində bu nöqtə k bölü x, y bərabər k bölü x funksiyasının qrafik üzərindədir. Birinci yerdə yazılan x-i, ikinci yerdə yazılan y nöqtəsini göstərir, oxunu göstərir. Y-in yerinə 5 yazırıq, x-in də yerinə -3. Çarpaz vursaq, k bərabər -15 alınır. 41-ci sual. Əkob böl əbob. Eyni ədədlərdən söhbət gedir. Ümumiyyətlə, ədədlərdən biri digərinə tam bölünürsə, əkob onlardan ilə böyüdür. Əbob isə onlardan kiçikdir. Doğru cavabımız elə 3 olacaq. 42. Trapesiyanın orta xətti
Orta xətti 10'dur. Orta xətt iki tərəfin, yan tərəfin orta nöqtəsini birləşdirir. Oturacaqlardan biri 8'dir. O birini soruşur bizdən. Biz bilirik ki, trapesiyanın orta xətti oturacaqların cəminin yarısıdır. Orta xətt 10'dur. 1 oturacaq 8, üstə gəl x bölü 2. Çarpaz vurursaq 8 üstə x bərabərdir 20. 20'dən də 8 çıxsaq 12 olur. O biri oturacaq. 43-cü sual. Ədədinin tam hissəsini bizdən soruşur. Biz burada tamla tamı toplayaq. Kəsirlə də kəsiri toplayaq. Onlar 6 üstə gəl. Növbəti kəsirləri toplasaq biz, orta məxrəc 6'dır. 6'nı 2'yə böləndə 3 dəfə, 3'ə böləndə 2 dəfə olur. 3, 1'in 3, 2, 2'nin 4, 3. O da 4, 7. Bu da bizə verir 1 tam 6'da 1. Yəni 6 ilə də 1'i toplasaq 7 tam 6'da 1. Bu ədədin də tam hissəsi göründüyü kimi 7'yə bərabərdir. Buradan inirik. A üstü qüvvət qüvvətə vurulur 30. Vurmada qüvvətlər toplanır. Bunun qüvvəti -8'dir. Və bölmədə qüvvətlər çıxılır. Çıxılsın 20. 30'dan 8 çıxanda 22, 22'dən də 20 çıxanda 2. C variantı. Çevrənin uzunluğunu soruşur. Tənlik hazır şəkildə verilir. Bunun mərkəzi 0, mənfi 1'dir. Buna ehtiyac yoxdur. Biz bilirik ki, çevrənin tənliyi x çıxılsın a-nın kvadratı, üstə gəl y çıxılsın b-nin kvadratı bərabər r-in kvadratıdır. Yəni bizlər radiusun kvadratı 64'dür. Radius 8 alınır. Çevrənin uzunluq düsturu 2 pi r idi. Radius da 8 olduğu üçün olur 16 pi. 46-cı sual. ABC üçbucağı ilə ABC üçbucağı ilə A1, B1, C1 üçbucağı deyir oxşardır. Birincinin perimetrini 60, ikincinin perimetrini 40 verib. BC bölünsün B1, C1'i soruşur. Biz bilirik ki, oxşar üçbucaqlara uyğun xətti ölçülərin nisbətləri bərabər olur. Yəni perimetr ABC-nin perimetr A1, B1, C1'ə nisbəti bərabər olacaq elə BC-nin B1, C1'ə nisbəti. Yəni 60 bölünsün 40 bərabərdir BC bölünsün B1, C1. Bu da 1 tam 10'da 5 verir bizə 60'ı 40'a bölsək. Bərabərsizlikdə dəyişənləri sola ataq, ədədləri isə sağa. Onlar 5x kiçikdir 20, x kiçikdir 4. Ən böyük tam həll 4'dən kiçik olan ən böyük tam həll 3'dür. Katetləri 12 və 16 olan 12 və 16 olan düzbucaqlı üçbucağın sahəsini tap. Bilirik ki, sahəsi katetlərin hasilinin yarısıdır. İxtisar getsə 6, 6'nı 10'a vursaq 96. Nöqtələr arasındakı məsafəni tapaq. İki nöqtə arasındakı məsafənin düsturu belə idi. Kök altında absislər fərqinin kvadratı üstəgəl ordinatlar fərqinin kvadratı. 2'dən 5 mənfi 3 kvadratı 9. Mənfi 6 burada yaranır mənfi 6 plus 2. Mənfi 4 edir kvadratda 16'dır. 25 olur kök 5 çıxır. Bu funksiya üçün f4 çıx f2'ni tap. f4 o deməkdir ki, x-in yerinə biz 4 yazırıq. 4 4'ə vurulur 16, 3'ə vuranda 48, 48'dən də 10 çıxanda 38. f2 isə x-in yerinə 2 yazmaqdır. 2'nin kvadratı 4, 3'ü 4'ə vururuq 12, 10 çıxanda 2 və bizdən soruşur f4 çıxılsın f2'ni tap. Cavab 36. 8, 12'dən 12. Növbəti dairənin radiusu 4 dəfə artırılarsa sahəsi neçə dəfə artar? Dairənin sahəsi pi r kvadratla tapılır. Sahə radiusun kvadratı ilə mütənasibdir. Yəni radius əgər 4 dəfə artıbsa, sahəsi neçə dəfə artar? 4'ün kvadratı qədər 16 dəfə. X-in hansı qiymətində kəsirin mənası yoxdur? Kəsirin mənası o vaxt olmur ki, onun məxrəci 0'a bərabər olsun. Buradan 11x bərabər 3, x bərabərdir 3 böl 11 alırıq. 53 A-nın hansı qiymətində bu cütlük, bu tənliyin həllidir. Birinci yer yazılan x-i, ikinci yer yazılan y-i göstərir. A vurulsun 2, üstə gəl 16 bərabərdir 8. Buradan 2A bərabər 8'dən 16 çıxanda mənfi 8, A da bərabərdir mənfi 4. 54 çoxluqları üçün A ilə B-nin birləşməsinin birinci tapaq. Bir dəqiqə.
A birləşmə B bərabərdir. A ilə B-nin birləşməsini yazıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 8, 9, 10, 11. Və deyir ki, A ilə B-nin birləşməsində olsun, C-də olmasın. Burada olub C-də olmayanlar deməli 1-dir, 2, 3 var, 4-dür, 5-dir, 6-dır, 7 var, 8-dir, 9-dur, 10 var, bir də 11-dir. Və bunun sayını soruşur. Sayın 1, 2, 3, 4, 5, 6, 7 dənə element var. Mərkəzləri O və O1 nöqtələrində olan çevrələr daxildən toxunur. O1 məsafəsi 3-dür. Rəngli hissənin sahəsini soruşur. Rəngli hissənin sahəsini tapmaq üçün biz böyük dairənin sahəsindən çıxmalıyıq kiçik dairənin sahəsini. Böyük dairənin sahəsi pi böyük R kvadrat, kiçik dairənin də sahəsi kiçik pi R kvadrat olsun. Diqqətlə baxsaq, kiçik çevrənin radiusu 3-dür. Onda bu tərəfə də biz 3 yaza bilərik. Həmin bu, burada tutaq ki, A olsun. Həmin o A məsafəsi böyük radiusda olacaq 6. O1 kiçik radiusda, o da 3-dür. Olur pi, mötərizə xaricində çıxarsaq alınar 6-nın kvadratı çıxılsın 3-ün kvadratı. Yəni böyük çevrənin radiusu, bax bu bütöv 6-dır. Kiçik çevrənin radiusu da 3-dür. Və ya dairənin. 36-dan 9 çıxanda 27 pi. Bu qədər. Sağ olun.